bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur və bu sualı biz qoymuşuq. Azərbaycan nümayəndələri bu məsələlə məşğul olan insanlar qoyurlar ki, indi göstərin, görün, İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, bu ən qədim dünyanın güya ən qədim şəhəridir, güya haradadır bunun tarixi mərkəzi? İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə, Azərbaycandan, Gürcüstana, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Və bu sadə suala qoy cavab versinlər. Və cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki onlar dağıdıblar. Qədim İrəvan şəhərini dağıtmaqla ermənilər yalnız Azərbaycan tarixinin yox, bütövlükdə region və dünya tarixinin mühüm bir səhifəsini saxtalaşdırmağa çalışdılar. Və öz istəklərinə demək olar ki, çatdılar. Çünki onların əməlləri, öz başınalıqları cəzasız qaldı. Bunlara sadəcə göz yumuldu. Lakin ermənilər İrəvanın əsl tarixini özlərinin uydurduqları tarixlə əvəz etmək istəyəndə anladılar ki, abidələri dağıtmaqla arzuladıqları nəticəni əldə edə bilməyəcəklər. Səbəb çox sadədir. İrəvan şəhəri həm də ona görə tarixdir ki, onun hər daşı, hər zərrəsi o tarixin daşıyıcısıdır və onları məhv etmək qeyri-mümkündür. Ermənilər bütövlüklə dünya ilə bir çalışırlar, sübut eləsinlər ki, güya ki, şəhərdə Azərbaycanlıları yaşamayıblar, farsları yaşayıblar. Yəni, Azərbaycanlıları bunlar farslarla əvəz etməyə çalışırlar. Bu da təbii ki, saxtakarlıqdır. Bunların əsas məqsədi budur ki, kim olur olsun bu şəhərdə yaşayan, amma sadəcə olaraq Azərbaycanlılar bu şəhərdə yaşamış kimi olmasınlar. Ermənilər özləri də etiraf edirlər ki, bax, nə qədər şəhərin məscidləri olub, kərvansarayları olub və digər hamamları olub və digər infrastrukturlar olublar ki, bunlar hamısı qədim şərq üslubunda inşa olunmuş və bütövlüklə şərqin mədəniyyətini və bütövlüklə bu tarixi tikintiləri özündə ehtiva edən bir şəhər olubdur. Bu filmdə İrəvan şəhəri haqqında danışan onun əsl sahibləri, Azərbaycanlılar və hazırki sakinləri, ermənilər hansısa uydurulmuş fars elementlərindən yox, Azərbaycan türklərindən, onların yaratdığı mirasdan, bu irsi formalaşdıran nəsillərdən, insanlardan danışacaqlar. Və burada ən maraqlısı odur ki, Azərbaycanlıların xatirələri ilə ermənilərin dedikləri tam şəkildə üst-üstə düşür. Onların fikirlərini şərh etməyə də ehtiyac yoxdur. Beləliklə, qarşımızda qədim İrəvan qalasıdır. Bu, 20-ci əsrin əvvəllərində İrəvan qalasının lentə alınmış son görüntüləridir. Երևանյան բերդը հայտնի էր Կովկասի սահմաններից դուրս։ İrəvan qalası Qafqaz sərhədlərindən kənarda tanınırdı. Qala müdafiə xarakterli böyük bir tikili idi. Bu, bizə qalan qala divarlarının yalnız bir hissəsidir. İrəvan qalası kvadrat şəklində və hər tərəfi 800 metr uzunluğundaydı. İnşa zamanı kərpicdən çox istifadə olunub. Onu da deyim ki, qala divarları həqiqətən də olduqca enli idi. Divarın eni mən hazırda dayandığım yerə qədər olub. 16-cı əsrin əvvəlində qala İrəvanın Rəvan xanı tərəfindən yenidən möhkəmləndirilib. 1851-1853-cü illərdə isə Türk Fərhad Paşa tərəfindən yenidən möhkəmləndirmə işləri aparılıb. Tarixi mənbələr qeyd edir ki, bu işlərə təxminən 45 gün vaxt sərf olunub. 3 darvazası var idi İrəvan qalasının. Biri Təbriz, ikincisi Şuşa darvazası olubdur və biri də şəhər qalasının darvazası olubdur ki, o darvazalar açılırdı birbaşa şəhər məhəlləsinə istiqamətə doğru. Qalada təbii ki olubdur xanın sarayı,
xanın öz şəxsi hamamı, hərəmləri üçün tikilmiş ayrıca hamamlar, 2 məscid olubdur. Biri də artıq bəllidir ki, Rəcəb Paşa məscidi idi ki, sonradan bunu Ruslar silah anbarına çevirmişlər. İkinci möhtəşəm məscidlərdən biri də olubdur, Abbas Mirzə məscidi ki, bu da sonra da gələcəkdə artıq məhv olundu. Digər məscidlər, abidələr kimi və qala kimi. Qalanın qapılarından daxil olan insanın gözü qarşısında daşlardan ibarət möhtəşəm bir memarlıq ansamblı canlanırdı. Təbii ki, bu gözəlliyin arxasında İrəvanın əsl yiyələrinin zəhməti dayanırdı. Bunlar o insanlar idi ki, əllərinin qabarı ilə İrəvan şəhərinin tarixini və bununla da Azərbaycanın tarixini yazırdılar. Və bu yazıları pozmaq mümkün deyil. Çünki onların fikirlərini, ruhunu yaşadan davamçıları var. Hüseynəli xan, я его потомок в 6-м поколении. Mən Hüseynəli xanın 6-cı nəslinin nümayəndəsiyəm. Atam Bağırbəyov Cəfər Məşədi Hüseynoğlu, anam isə Makinskaya dövlə Əlixan qızıdır. Atam dindar ailədən idi. Onlar çox savadlı idi. Mədrəsədə təhsil almışdılar. Mən öz nəsil ağacımla məşğul olmağa başladım və sən demə bu ağacın çoxlu sayda budaqları var imiş. Mənim nəslim Naxçıvan, Qarabağ, Maku və təbii ki, İrəvan da daxil olmaqla bir çox xanlıqları özündə birləşdirib. Mənim anam Abbasqulu xanın nəvəsi və eyni zamanda Naxçıvanlı İsmail xan Kəngərlinin nəticəsidir. Yəni anamın nənəsi İsmail xan Naxçıvanlının qızı idi. Бабушка моей мамы, дочка Нахчеванского хана İsmail xana. Bu Tərifə xanım Kəngərliyevska mənim bacım. Orada Anadolu'da olub, məktəb qutarıb, ona texnikum qutarıb, ondan sonra Bakıya gətirib. O Tərifə xanım Allah rəhmət eləsin, dünyasını dəyişdirib, amma bizə bir gözəl bir hədiyyə verib, bu kitab buraxıb. Bu Ləhşi İrəvan, Azərbaycan rus dilində. İrəvan xanlığın biz nəsliyik. Axırıncı İrəvan xanı Mehçiqulu xan İrivanski bizi yaxın qohumdur. Bizim soyadımız Kaziyevlar. Kaziyevlar İrəvan xanlığında böyük bir vəzifələr tutub. Mənim ulu babam çar vaxtında İrəvan quberniyasının baş notariusu Hüseyin Bey Kaziyev. Babam danışırdı ki, yəni onun babası Axund Hacı Məhəmməd Bağır Ağa Qazizadə İrəvani, İrəvan quberniyası Ruhani Məclisinin sədri imiş və İrəvanın qazisi imiş. Ömrünün axırına kimi indiki təsəvvürlə Ədliyyə Naziri İrəvan. Mənim babalarım, atam, anam və bütün dayılarım, xalam, bacı, hətta 2 məndən böyük bacım var. Bacılarım, bunlar hamısı İrəvan şəhərində anadan olublar. Mənim ulu babam, Hacı Şeyx Mirzə Məhəmməd Ağa, uzun müddət İrəvanda Qafqaz müsəlmanlarının sədri kimi fəaliyyət göstərib, özü də riyaziyyat müəllimi olub, həm elmlə məşğul olub, həm dinə qulluq eləyib. 1907-ci ildə həmin Hacı Şeyx Mirzə Məhəmməd Ağa rəhmətə gedib, 1901-ci ildə isə mənim babam anadan olub. Bu nəsillərin hər biri İrəvan şəhərinin tarixinin ayrı-ayrı parçalarıdır və belə nəsillər çoxdur. Onları birləşdirdikdə mükəmməl bir mənzərə yaranır. Bu mənzərənin adı İrəvandır. İrəvanın tarixini silmək cəhdləri həm də onunla bağlıdır ki, qədim şəhərin istənilən atributu haqqında danışarkən ermənilərin gəlmə olduqları üzə çıxır və bunu gizlətmək də mümkün olmur. Götürək elə qədim İrəvanın bazarlarını. İrəvan bazarlarından öz gözəl görünüşünə görə Hüseynəli xan bazarı çox fərqlənirdi. Kvadrat formadaydı. Orada çoxlu sayda dükanlar, alış-veriş yerləri var idi. Digər bazar Xanbağı bazarı idi. Həmin bazarı Sovet dönəmində İrəvana Türkiyədən köç edib gələn erməniləri yerləşdirmək məqsədi ilə söküb
yerində binalar inşa etdilər. Üçüncü bazar isə fəhlə bazarıdır ki, günümüzə qədər fəaliyyət göstərir. Lakin əsas bazar mərkəzi bazar idi. Həmin bazar Qantar bazarı adlanırdı. Ահա թե որտեղից է գալիս երևանցիներին լավ ծանոթ Ֆայլաբազար բառը։ Կենտրոնական շուկան անվանում էին նաև Ղանթարի բազար։ Böyük məsciddən üzbəüz üstü örtülü bazar deyildilər ki, hansı ki bu bazar vaxtı ilə Qantar bazarı sayılır. Nə üçün Qantar deyildilər? Burada bazarların digər bazarlardan fərqli olaraq böyük tərəzilər olurdu. Yəni müxtəlif dünyanın yerlərindən gələn karvanlar gəlib bax bu bazarda öz yüklərini demək çəkirdilər. Böyük dükanlar olub, karvan saraları olub bu bazarın, karvanlar məhəlləsi olubdur, Şiləçi məhəlləsi olubdur ki, o məhəllədə Boyaqçılılar məhəlləsi adlanırdı. Həmin o məhəllədə yunu əlidlər və ondan səflar hazırlayırdılar xalçaçılıq üçün. Boyalar, müxtəlif rəngdə boyalar da onları hazırlayırdılar və satırdılar həmin o İrəvanın o qədim bazarlarında. İrəvanın hər daşı bir abidədir. Bu abidələrin hər biri Azərbaycanlılardan xəbər verir. Miqyas o qədər böyükdür ki, onu etiraf etməkdən başqa çıxış yolu qalmır. Bura İrəvanın Təpəbaşı məhəlləsidir. Buranın erməni sakinləri də, kənardan gələnlər də şəhərin bu tarixi hissəsinə daxil olanda ilk növbədə Azərbaycanlılardan danışmağa başlayırlar. Çünki Azərbaycanlılarsız Təpəbaşının tarixi yoxdur. Yaşlaşmış və 60 il öncə dünyalarını dəyişmiş qonşular hər zaman deyərdilər ki, nənə babalarımızın zamanında bu evlər türklərə məxsus olub. Մսկիթից մի քիչ աջ եթե գնաս կտեսնես թեարանը։ Ներկայիս մոնոեթնիկ Հայաստանի Məsciddən sol istiqamətə gedəndə çayxananı görmək olar. Hazırda monoetnik Ermənistanın sakinləri üçün illər əvvəl bu ölkədə müsəlmanların da yaşadığını təsəvvür etmək çox çətindir. Lakin bu məscid və çayxana vaxtilə Təpəbaşında digər millətlərdən sakinlərin də olduğuna bariz nümunələrdir. Gəlin bir anlığına keçmişi gedək və müsəlmanların namaz qıldıqlarını təsəvvür edək. Köhnə Təpəbaşı məhəlləsinin sakinləri bildirirlər ki, zamanında Təpəbaşında olan digər xalqlarla sevgi və əmin-amanlıqda yaşayıblar. Onlar deyirlər ki, bəziləri qocalıqdan dünyalarını dəyişib. Çox hissəsi isə 1988-ci ildə Bakı erməniləri ilə evlərini dəyişərək gediblər. Bu, 2 yaşına hələ çatmayan qızcığaz isə tarixə dönmüş, sonra isə sadəcə mənzil olmuş çayxanada yaşayır. Bu bina tipik müsəlman evlərinə bənzəyir. Çünki pəncərələri küçəyə açılmır. Sadəcə divardır. Bizi məhəllənin içərisinə aparan qapıdan daxil oluruq. Orada isə qarşımıza qiyməti olmayan bağlar çıxır. Bu bağlara İrəvanın hər bir həyətində rast gəlinir. Ümumiyyətlə, İrəvan öz bağları ilə tanınıb. Mən 1971-ci ildə İrəvan şəhərində doğulmuşam. İstər ata tərəfdən, istərsə də ana tərəfdən yerli İrəvanlılardılar. Nənəmgil, ana nənəmgil Təpəbaşı məhəlləsində, atam tərəfi isə hal-hazırda indi Opera Balet Teatrı adlanan həmin o məskəndə olubdu ata evlərimiz. Deməli, həmin o Opera Balet Teatrı hansı ki, bugünkü gün fəaliyyət göstərir, orada bütövlüklə olubdur meyvə bağları. Yəni, yerli müsəlman türklərin, Azərbaycanlıların bağları olubdur. İrəvanın bir neçə də məhəllələr vardı. Onların ən gözəl məhəllə Dərə Çiçək deyirlər, Dalina Ros. Bu Dərə Çiçək bizim nəsildən nəsilə keçən mülklərdir. Ermənilər onu zəbt elədilər. Mama все время рассказывала. До последнего, правда, Anam hər zaman həmin bağlar haqqında danışardı. Deyirdi ki, o bağların ucu-bucağı yox idi. Orada istədiyiniz meyvəni tapa bilərdiniz. Hələ mən üzümü demirəm. Çox təəssüf ki, o bağlar ermənilərə qaldı. все это осталось армянам. İrəvanda həyat qaynayırdı. Burada bir mehribanlıq mühiti hökm sürürdü. Dini mənsubiyyət də rol oynamırdı. Şəhərin tarixini araşdıran erməni tədqiqatçıları belə etiraf etmək məcburiyyətindədirlər ki, İrəvanda həmişə fərqli-fərqli inancları olan insanlar
yan-yana yaşayıb. Bunlar həm müsəlman, həm də xristianlar olublar və hər kəs üçün İrəvan doğma şəhər olub. Sözsüz ki, İrəvan şəhərinin sakinlərinin böyük əksəriyyətini müsəlmanlar təşkil edib. Onların ibadət etdikləri məscidlər İrəvanın tarixini danışan ən mötəbər mənbələrdəndir. Hazırda o məscidlərin əksəriyyəti yoxdur. Ermənilər tərəfindən dağıdılıb. Lakin xatirələr yaşayır, süni şəkildə özgəninkiləşdirilən məşhur Göy məscid, yaxud qalıqları hələ də yaşayan Təpəbaşı məscidi, İrəvan məscidlərinin tarixin ayrılmaz parçası olduğunu deyən ermənilərdir. Այս թաղամասում, շահր թաղամասում կար եկեղեցին կաթողիկե, Պողոս Պետրոսը կար. Şəhər məhəlləsində Pağos Petros kilsəsi var idi və onunla paralel məscidlər də var idi. Biri Moskva kinoteatrının yanındaydı. Həmin məscidin bir hissəsini mən 1980-ci illərə qədər görmüşəm. Dəmirbulaq məhəlləsindəki Gedər çayının sol sahilində məscid, Açapnyak küçəsindəki məscid, Rusiya kinoteatrının yaxınlığında və Vardan Mamikanyan heykəlinin arxasındakı yüksək mərtəbəli binanın həyətində məscidlər var idi. Misal üçün, qalanın içərisində məhəllə məscidlər də var idi. Xanın 2 məscidi var idi ki, bunlardan biri kişilərin, digəri qadınların ibadəti üçün nəzərdə tutulmuşdu. Amma təbii ki, İrəvan əyalətində ən böyük məscid Göy məscidi idi. İrəvanda o zamanlar 8 məscid var idi. İndi onlardan ən böyük və ən görkəmlisi olan Göy məscid haqqında danışacağam. Ըստ տարբերակությունների Müxtəlif mənbələrə görə Göy məscid 1760 və ya 1766-cı ildə inşa olunub. Məscidin sifarişçisi İrəvanın sərdarı Hüseyn Əli xan olub. Məhz onun şərəfinə məscidə onun adı verilib. Bundan başqa Göy yaxud da Göy Cami adlanıb. Göy Cami. Abbasqulu xan Erivanski Abbasqulu xan İrəvanlı Göy məsciddə mədrəsə açmaq üçün pul vermişdi. Mədrəsə işləyirdi. Orada uşaqlar Azərbaycan dilində dərs alırdı. Նայում ու զարմանում ես։ Ինչպես են մարդիկ ապրում այս շենքում։ Baxıb və təəccüblənirsən ki, insanlar bu binada necə yaşayırlar. Bu bina nəinki Təpəbaşında, ümumiyyətlə İrəvanda ən qədim binalardan biridir. Və o da maraqlıdır ki, bu bina məsciddir. Bu məscid 1687-ci ildə, yəni İrəvanda baş vermiş ən dağıdıcı zəlzələdən 8 il sonra tikilib. Bilirik ki, 1679-cu ildə zəlzələnin nəticəsində şəhər demək olar ki, tam dağılmışdı. Lakin məscidlər və kilsələr sonraki 10 illiklər ərzində yenidən bərpa olundu. Վերակառուցում ու վերականգնում էին այդ թվում նաև եկեղեցիներն ու մզկիթները։ Հիմա արդեն դժվար է ասել։ Կոնդի կամ Թափաբաշի İndi isə Təpəbaşı məscidinə baxanda onun yeni tikili, yoxsa yenidən bərpa olunmuş bina olduğunu demək çox çətindir. Məscid 1687-ci ildə inşa olunub. Bu isə o deməkdir ki, mən hazırda İrəvanda inşa olunan ən birinci binanın qarşısında dayanmışam. 1920-ci ilin əvvəllərində məscid hələ də xidmət göstərirdi. Lakin sonra tezliklə boşaldıldı. Səbəbini bilmirik. Bu, türklərin sonradan köçü ilə də bağlı ola bilər. Məscid hətta qarşıdurmaların nəticəsində fəaliyyətini dayandıra bilərdi. 1926-1927-ci illərdə şəhər rəhbərliyi bir neçə ailəyə məsciddə məskunlaşmağa icazə verdi. Bunlar 1915-ci ildə gələn ermənilər idi. Həmin ermənilər əvvəlcə İrəvana gəldilər. Lakin burada məskunlaşmağa yer tapa bilməyəndə iş və ev axtarmaq üçün Tiflisə və Cənubi Qafqazın digər yerlərinə üz tutdular. Amma orada da alınmadı. İllər sonra onlar qayıtdılar bura və məscidin binasında yaşayış yeri seçdilər. Ինչպես իրենց էր թվում ապահով ապաստանը։ Ումա ոչ տեղ գմբեթ եղել, որ ես հենց կանգնած եմ այդ գմբեթի։ Görünür ki, dayandığım yerdə məscidin günbəzi olub. Եղել է գմբեթ։ O tərəfdə böyük günbəz olub.
böyük dedikdə xeyli böyük idi. Təxminən 10 metr hündürlüyündə. Belə kərpiclərlə bəzədilmişdi. Günbəzin üstündə onların dininə uyğun olaraq aypara var idi. O sonradan dağıdıldı. 1-2 ildən sonra bu kiçik günbəz də dağıdıldı. Sovet dönəmində məsciddəki sakinlərə yeni mənzillər təklif olunmuşdu. Խորհրդային տարիներին մզկիթի շենքի բնակիչներին առաջարկվել էր նոր բնակարաններ տեղափոխվել։ Տպավորություն ստեղծվեց նաև, որ փաստորեն ոչ մի պետական մարմին Belə bir fikir yaranır ki, heç bir dövlət qurumu bu tarixi abidənin yenidən bərpasında maraqlı deyil. Unutmayaq ki, bu İrəvanın mövcud olan ən qədim binalarından biridir. Biz hətta bununla bağlı İran səfirliyinə müraciət etdik və onlardan da hər hansı cavab almağa müvəffəq olmadıq. Adamlar isə hələ də məscidin yarı dağılmış binasında yaşamaqda davam edirlər. Sakinlər bu məscidlə bağlı xatirələr danışır. լեգենդներ պատմում իրենց շենքի մասին։ Գալիս են, տեսնում որ ինչն է դա։ Bizimkilər Türkiyədən gəlir və təpə başındakı 16 evin hamısında türk qadınlarını, türkləri görür. Və bu qadınların hər birinin üzərində 1 kiloqram qızıl olub. Məhəllə bütövlüklə Azərbaycanlılardan ibarət olubdur. Hindistandan 100 ailəyə yaxın Qaraçı ermənilərini gətirib köçürtdülər. Yer tapmayandan sonra Təpəbaşın məhəlləsindəki məsciddə də belə bunları yerləşdirdilər və dedilər ki, bunlar müvəqqəti bunlar yerləşirlər. Hələ də bu günə qədər dağılsa da məscid, orada da hələ bu günə qədər ermənilər həmin o dövrün köçüb gəlmiş o ermənilər, köçülüb gətirmiş o ermənilərin nəsli hələ bu gün də davam edir yaşamağa. Və həmin o Qaraçı ermənilərin nəslindən olduğu üçün digər məhəllələrdəki ermənilər bunları heç vaxt qəbul eləməyiblər. Bunlara nə qız verməyiblər, nə ailə qurmayıblar. Bu baxımdan bunların arasındakı olan o 100 illik tarixi o hesab edək ki, yanaşma hələ də sonrası dövrlərə qədər yaşamaqdadır. Bugünə qədər də rast gəlir ki, o ermənilər 100 il bundan qabaq gəlmiş həmin o Hindistandan Qaraçı erməniləri qəbul etmirlər. Onları belə hesab edək ki, özlərindən hesab etmirlər. Bu taleni İrəvandakı məscidlərin əksəriyyəti yaşayıb. Bura hazırda İrəvan şəhərinin Saxarov meydanı adlanır. İndi burada nə Azərbaycanlılar var, nə də məscidlər. Amma vaxt var idi, bu küçələrdə yalnız Azərbaycan sözləri eşidilərdi. Həmin o meydandan bir arka var idi. O arkadan içəri girəndə deməli, orada məscid var idi. Ya, o da yarım dağılı bir vəziyyətdə idi o məscid. Biz həmişə orayla məktəbdən çıxıb oraya gedəndə görürdük ki, o məscidin yanında qoca yaşlı ermənilər oturubdu və Azərbaycanlı yaşlılar da oturublu. Deyidilər ki, bu məsciddir, müsəlmanların məscididir və o məscidin ətrafı çoxlu Azərbaycanlılar evləri idi. Həmin bu məsciddə də yenə də köç edilmiş, gətirilmiş, aldadılmış, müxtəlif yerlərdən, bölgələrdən gətirilmiş, məskunlaşdırılmış ermənilərin ailələri yaşayıbdı. Sonuncu qalan Novruzəli məscidi idi ki, Hacı Novruzəli məscidi çox görkəmli, çox böyük məna daşıyan o məscid son illərə qədər mövcud idi. Uşaqlıqda gedirdik məsciddə, orada dini ayinlər keçirilirdi, məhərrəmlik ayları qeyd olunurdu. Sonradan 88-ci ildəki məlum hadisələrdən sonra erməni daşnaqları həmin məsciddə tamamilə məhv ediblər. Həm Abbas Mirzə məscidinin 29-30-cu illərin çəkilmiş filmlərində, kadrlarda həm Zal xan məscidi, həm Göy məscid, həm Çətirli məscidin özü, üstəlik də ki, Abbas Mirzənin yarım dağınıq vəziyyətdə kadrlarını əldə etdim və çox sevindim. İrəvan məscidlərində fəaliyyət göstərən mədrəsələr bilik, savad ocaqları idi. İrəvan xanları əhalinin maariflənməsi üçün əllərindən gələni edirdi. 20-ci əsrin əvvəlləri və ortalarında yaşayıb yaratmış bir çox görkəmli şəxsiyyətlər vaxtı ilə məhz həmin mədrəsələrdən çıxan uşaqlar olublar. Bütövlüklə İrəvandakı məscidlərin hamısının öz mədrəsələri olubdur və axundları olub. Mədrəsələrdə müsəlman uşaqları molla məktəbini oxuyublar, dərslərə gediblər. Bu, hətta Təpəbaşı məhəlləsində də olubdur. Hacı Novruzəli xan məscidində də olubdur, Göy məsciddə də olub və digər məscidlərdə də.
Tiflis və Sankt-Peterburg arxivindən çıxan çox böyük sənədlər var ki, bu adamın deməli İrəvan müəllimlər seminariyasının o 3 dildə dərs keçirdi, yaradıcılarından biridir. Azərbaycan bölməsinin ömrünün sonuna qədər teologiyadan və Azərbaycan dilindən orada təmənnasız dərs demişdi. O bölmənin maddi tərəfini özü qarşılamışdı. Bilirsiniz ki, o Qori müəllimlər seminariyası qədər əhəmiyyətli bir seminariya idi o İrəvandakı. Onun görkəmli adamlar oradan tanınmış Mustafa bəy Topçubaşov, məşhur siyasi xadim, görkəmli Əziz Əliyev, böyük bəstəkar Səid Rüstəmov və s. çoxlu adamlar çıxmışdı. Orada o ömrünün sonuna qədər 1911-ci ilə qədər, yəni 1893-cü ildən onun həm yaradıcısı, həm də deməli müəllimi bu iki fənni özü dərsləyibdi belə. İrəvan xanları və bütün ziyalılar şəhərin mədəni, əxlaqi ab-havasını zənginləşdirmək üçün yeni təşəbbüslərlə çıxış edirdilər. Məsələn, Pənah xan İrəvanlı öz şəhərində teatr sənətinin inkişaf etməsinə böyük töhfələr verib. İlk tamaşanın quruluşu da onun evində baş tutub. Pənah xanın evində hələ o dövrlər tamaşalar oynanılardır. Burada xeyriyyə tədbirləri keçirirlərdi. Pənah xan сделал много для развития. Pənah xan İrəvanda teatr sənətinin inkişafı üçün çox işlər görüb. Əldə olunan vəsaiti isə o 1-ci Dünya müharibəsində yaralanmış və zərər çəkmiş insanlara kömək məqsədi ilə göndərirdi. Ümumiyyətlə onlar mesenat idilər və çox işlər görürdülər. Во время мировой войны в то время. Ну, они вообще были меценатами. Они очень много делали. 18-ci ildə Azərbaycanın Cümhuriyyətinin İrəvandakı demək səfirliyi də həmin o Pənah xanın evində fəaliyyət göstəribdir. Həmin o tarixi dikili bu günə qədər fəaliyyət göstərir. Orada da yenə də Türkiyədən gələn, İrandan gələn ermənilərin, köç edib gəlmiş ermənilərin nəsilləri qalıb yaşayır. Pənah xan həmin o evin bir hissəsini vermişdi İrəvan Türk Qızlar Məktəbinə ki, orada təhsil alsınlar. 1901-ci ildə Hacı Zeynalabdin Qızlar Məktəbi açanda, ondan bir neçə ay sonra 1902-ci ildə İrəvanda mənim babam Məhəmməd Bağır ağa Qazizadə öz böyük mülkünü verib, buradakı bu şəkil görsənir, həmin məktəbin açılışıdır və onun bütün maddi tərəfini qarşılayıb özü İrəvanda Qızlar Məktəbi açılıb. Rus və Azərbaycan dilində. Orada da ömrünün sonuna qədər dərs deyibdi, tədris edibdi. Yəni bununla xalqımıza xidmət edibdi. İrəvanın şeyxləri dini dəyərləri təbliğ etməklə bərabər əhali arasında böyük nüfuz və hörmətə malik olaraq ictimai-siyasi məsələlərdə də fəal iştirak edirdilər. Bir sıra hallarda din xadimləri hətta qanlı qarşıdurmalara son qoymaq üçün tərəfləri barışdıran şəxs kimi çıxış ediblər. Bu insanlar İrəvandan çox-çox uzaqlarda tanınırdılar. Bugünkü gün onlar həm İranda, həm İraqda sonradan köçüb getmiş, həmin o İslam alimləri kimi tanınmış İrəvanlilər, kimi tanınan həmin o sülalələrin insanlarıdır. Bu baxımından İrəvanın digər məscidlərində hesab edək ki, Göy məscidi olsun, Dəmirbulaq məscidi olsun, Çətirli məscidi olsun, Novruzəli xan məscidi olsun, oranın axundların əksəriyyəti yenə də həmin o Təpəbaşı məhəlləsindən doğulu Böyəbaşa çatmış həmin o seyyidlər, axundlar olublar. Babamın ölüm səbəbini mənə atam danışmışdı. Həmin o zamanlarda bu erməni-müsəlman davası vaxtı mənim babam bir din xadimi kimi, bir alim kimi bunların barışdırmaq, yəni bu davaya sul qoymağında çox aktiv iştirak edib. Elə o aktiv iştirak elədiyinə görə də çox cavan yaşında, hardasa 50, belə 52, 53 yaşında atamın dediyinə görə onu orada ermənilər zəhərləyiblər və o onunla da rəhmətə gedib. Yəni onu götürüblər aradan və hətta mənim 14 yaşında orada atamdan bir neçə yaş böyük əmim olub. Bu əmimi də babama görə, babam orada işlədiyinə görə, vəzifələrdə olduğuna görə gecə ilə onu orada güllələyiblər.
O şəkildə mənim atamın babası Hacı Şeyx Mirzə Məhəmməd Ağanın dəfn mərasimidir. O olub 1907-ci ildə. Onun altında hamısı yazılıb. Kimdir, nəçidir, nə olub? Onun o dəfn mərasimidir. O dəfn mərasimində bütün İrəvanda olan ziyalılar, İrəvanda olan gimnaziyada oxuyanlar. Çünki mənim babam, atamın babası o dini işlərdən başqa alimliklə də məşğul olub. Kimyadan, əsas riyaziyyatdan məşğul olub. Ona görə orada şəkildə var gimnaziyanın uşaqlarıdır, ziyalılardır. Sonra o başlarına qara bağlayanlar hamısı o zəncir vuranlardır, o məscidin adamları. Yəni o şəkil ancaq ondan, o vaxtdan qalıb biz. Onu babam oradan gətirib, mənim babam, verib atama, atam da verdi bizə. Bu orijinaldır. İrəvan xanları əhalinin gündəlik problemlərinin həllində, o cümlədən həyat səviyyəsini yaxşılaşdıracaq infrastruktur layihələrinin reallaşmasında iştirak edirdi. Bunu da heç kim unutmamalıdır. Mama всегда говорила. Anam həmişə deyirdi, bu ermənilər tez-tez öz suları ilə fərəhlənir. Həmin su isə İrəvana mənim ulu babam Abbasqulu xan İrəvanlı çəkib. Mən əvvəlcə inanmırdım, amma sonra sənədlərdən oxudum ki, Abbasqulu xan özünün Qırxbulaq malikanəsindən həmin su borusunun çəkilməsinin təşəbbüskarı olub. Bu işin xərclərinin böyük hissəsini cibindən verib. İrəvan Su şirkəti yaranıb və 12 payçı arasında 2 nəfəri zəngin İrəvanlı Azərbaycanlıları da olub ki, onlar da lazım olan məbləği veriblər. Və gördükləri bu işə görə onlara təşəkkürlər edirik ki, 3 il müddətində İrəvana nəhayət ki, ilk dəfə 1911-ci ildə saxsı borularla suyu çəkib gətiriblər. Qırxbulaq deməli budur. Bura çox saylı mənbələrdən su çəkilib gətirilib. Ümumiyyətlə deyim ki, bura İrəvan xanının yay istirahət məkanı kimi tanınıb. Xan burada öz ailəsi ilə istirahət edərmiş. İrəvanın suyu çox addan tanınmış su olubdur. Düzdür, İrəvanın içərisindən 2 möhtəşəm çay axırdı. Biri Gedər çayıdır, hansı ki bu Dəmirbulaq məhəlləsindən axırdı. Digəri isə Zəngi çayıdır ki, sağ-sol sahillərində dəlmə bağları və dərə bağları təşkil edirdi. Bu da bağlarda İrəvan xanları tərəfindən salınmış bağlar sayılırdı. Amma şəhərin suyunu təmin etməkdən ötərin İrəvan xanları, İrəvazadəganları qoşulurlar İrəvanın, yeni su çəkirlər, Qırxbulaqdan böyük pul ayırırlar və saxsı borularına İrəvan şəhərinə o həmin məşhur, tanınmış İrəvan suyu çəkilib gətirilir. Недалеко от дома Pənahxana Makinskого есть Pənahxan Makinskinin evindən bir qədər aralı Pənahxan adlanan bulvar var. 70-ci illərdə üzləşdiyim bir erməni mənə dedi ki, biz də oranı Pənahxan bulvarı adlandırırıq. Bundan əlavə anam deyərdi ki, onların evlərinin yaxınlığında ayrıca məscid və ayrıca hamam var idi. Ümumilikdə onlar bütün İrəvanda çoxlu sayda məscid, hamam və ev tikirdilər. В городе строили мечети, бани и дома даже. İrəvanın yerli əhalisinin, Azərbaycanlıların mülklərindən də yan keçilməməlidir. Bunların da böyük hissəsi məhv edilib. Elləri də var ki, bərpa oluna bilər. Lakin bunun üçün İrəvana sahibləri qayıtmalıdır. Məsəl üçün, dərə bağındakı olan o mülklər əksəriyyəti bulan 90% Azərbaycanlılara məxsus idi. Sonradan bu Azərbaycanlıların əlindən almaq üçün bu mülkləri həmin Ermənistan dövləti bir qərar çıxartdı ki, bu bağlar kolxoz yaranacaq, safxoz yaranacaq, alınacaq və təhvil veriləcək onlara. Tövlülə o yerli müsəlmanların əlindən o bağlar alındı. Ucuz qiymətə dövlət pul ödədi onlara və o gözəl, o qədim bağlarımız, dəlmə bağları olsun, dərə bağları olsun, dərəkənd bağlarımız olsun, Dəmirbulağın ətrafındakı olan bu bağlarımız olsun, Gedər çayın ətrafındakı tövlü meyvə, bostanlar, bağlar olsun, tövlülər Azərbaycanlıların əlindən aldı.
Sovetlər dönəmində və təhvil verildi dövlətin nəzarətinə. Kərimxan İrevanski İrəvan şəhərinin zədəganlarından biri olubdur. Özü Azərbaycan və Rus ordusunda sabit olubdur, polkovnik rütbəsində olubdur, çox xeyirxah adam olubdur, çox böyük mülkə sahib olubdur. İrəvanın Təpəbaşı məhəlləsindən başqa İrəvan ətrafı, həmin o məskənlərdə də onun mülkləri olub. Qacarların İrəvan qolundan olan xanlardan biri olubdur. Kərimxan İrevanski 1918-ci ildən 19-cu ilə qədər türməli Sərdarabad, Şərur və Naxçıvan həmin o bölgələrin özünü birləşdirən Araz dövlətinin hərbiyə, polis və bütövlə o qoşunların başında duran komandanlardan biridir. Alihan Pənaxan oğlu, moj dедушка. Dедушка moj Alihan. Babam Əlixan 1920-ci ildə edam edildi və ona məxsus olan bütün mülk müsadirə edildi. Nənəmin yaqut daşı ilə bəzədilmiş cəmi bir üzüyü qaldı ki, o da nənəmdən anama, sonra isə mənə keçdi. Və 2-3 ev əşyası da qalmışdı. Onlar düşünürdülər ki, qayıdacaqlar. Amma Одна наследница это моя бабушка Tacı xanım. Varislərdən biri mənim nənəmdir, Tacı xanım. 1930-33-cü illərə qədər İrəvanda yaşayıb. Lakin sonra orada yaşamaq mümkün olmayıb. Onları təqib edirdilər və bu səbəbdən Gəncəyə köçüblər. Biləndə ki, onlar xan nəslindəndirlər, təqiblər və təzyiqlər başlayırdı. Dolanmağa heç nə yox idi və onlar Bakıya köçüblər. Они переехали в Баку. Dom Əlixana. Anam danışırdı ki, Əlixanın evi 2 mərtəbəli idi. Anam Sovetlərin dövründə yaşayıb. O zaman isə 2-ci mərtəbə tamamilə müsadirə edilmişdi. 2-ci mərtəbədə ermənilər məskunlaşmışdı. 1-ci mərtəbədə isə anamgil yaşayırdı. Anam danışırdı ki, çoxlu sayda biri-birindən gözəl otaqlar var idi. Otaqlardan birinin tavanına çəkilmiş məxməri boyanın üzərinə gümüşü rəngdə ayın təsviri vurulmuşdu. Bu otaq müsəlmanlar üçün idi. Orada oturacaq və masa yox idi, amma mütəkkə və xalçalar var idi. Anam onu da danışırdı ki, 1-ci mərtəbədə bir böyük otaq var idi və bu otaq o qədər böyük idi ki, hər küncündə də daha bir otaq yerləşirdi. Həmin otaqlardan birində xalçalar saxlanılırdı. Onlar İrəvandan gedəndən sonra həmin xalçaların hamısı orada qaldı. Mən isə çox dəyərli bir əşyanı qoruyub saxlayıram. Həmin əşya bizim nəslə məxsus, nəsildən nəslə ötürülən çox əziz xatirədir. Mən onu prezidentə hədiyyə etmək istəyirəm. Prezident məni elə bir xoşbəxtlik zirvəsinə ucaldıb ki, mən heç vaxt belə xoşbəxtlik görməmişdim. Dal мне испытать такое счастье, которое я в своей жизни не видела. Xoşbəxtlik odur ki, 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra Qərbi Azərbaycana, o cümlədən İrəvana soydaşlarımızın, həmin o xanların nəsillərinin, İrəvanın sahiblərinin doğma yurdlarına qayıdışı məsələsi artıq gündəmdədir. İrəvana bu üzük də gedəcək. Çünki o da 100 ildən çoxdur ki, doğma mühitindən ayrı düşüb. Mama мне подарила это кольцо еще в детстве. Anam bu üzüyü mənə uşaq vaxtı hədiyyə edib. Mənim nənəm çox gözəl xanım olub. Danışırdılar ki, gənc qızlar həmişə gedib nənəmə tamaşa edərmişlər. Onun çox incə barmaqları var idi. Anam isə biraz kök idi. Ona görə də bu üzük onun barmağına olmurdu. Bu səbəbdən mənə verdi. Mən də o vaxtdan bunu barmağımdan çıxarmıram və bir əziz xatirə kimi daşıyıram. İrəvan da heç vaxt onu sevənlərin qəlblərindən çıxmayıb. Elə buna görədir ki, bu şəhərin tarixini, onun ruhunu öldürmək üçün dəridən qabıqdan çıxan yadların bütün fəaliyyətləri iflasa uğrayır və bundan sonra da uğrayacaq. İrəvanı yaşadanlar isə hər gün doğma şəhərlərinə bir addım da yaxınlaşırlar və bunun qarşısını heç kim almağa qadir deyil. Çünki İrəvan Azərbaycandır. İrəvan şəhəri Azərbaycanın döyünən ürəyinin bir parçasıdır. İrəvan şəhəri bizim üçün
necə ki Təbriz, necə ki Dərbənd bizim üçün doğmadır. İrəvan şəhəri də eynən bizim üçün çox əziz və doğma bir şəhərdir.